Salam əziz izləyicilər, Novruz bayramınız mübarək olsun. Bugün çox ləzzətli, yumuşaq, ağızda əriyən şəkərbura reseptini sizinlə bölüşürəm. Şəkərburaların ağ çıxmasının sirrini bizim kanalda öyrənəcəksiniz. Bunun üçün kanalımıza abunə olub və videonu bəyənməyi unutmayın. 1 kiloqram ələkdən keçirdiyimiz əla növ unun üzərinə yarım çay qaşığı şəkər tozu, 1 çimdik duz, vanil, 1 çimdik maya, 2 yumurtanın sarısı və 1 bütöv yumurta, 150 ml qaymaq, 150 ml ilıq süd, 250 ml əridilmiş ilıq kərə yağı əlavə edib orta bərklikdə xəmir yoğurmalıyıq. Qeyd edək ki, kərə yağını əridib ayranından ayırmalıyıq. Xəmir videoda göstərildiyi kimi olmalıdır. Xəmir hazır olduqdan sonra 15 dəqiqə gözlədib ardından kündələrə ayırırıq. Kündələr 30 qram olduqda 40 ədəd, 40 qram olduqda isə 35 ədəd şəkərbura alınır. İçlik üçün bizə lazım olacaq yarım kiloqram ağarıb və qovrulmuş fındıq, 300 qram şəkər tozu, 1 çay qaşığı hil. Kündələri yayıb arasını doldurduqdan sonra kənarlarına azca su çəkirik ki, yaxşı şəkildə yapışsın. Ardından kənarlarını büküb bir kənara yığıb üzərini örtməliyik ki, qurumasın. Şəkərburaların rənginin ağ olmasının sirri bundadır ki, bişirməmişdən öncə şəkərburaların üzərini bəzədikdən sonra təxmini 25-30 dəqiqə qurumasını gözlətməliyik. Şəkərburalar quruduqdan sonra öncədən isidilmiş sobada 140 dərəcədə altı qızarana dək 20-25 dəqiqə bişiririk. Ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd edəcəyik. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Göz haqqınızı halal edin. Videonu bəyənib və kanalımıza abunə olmağı unutmayın.